Salam değerli izləyicilər, Ümid Partiyasının sədri İqbal Ağazadə sosial media hesabında Cabir İmanovla bağlı paylaşım edib. O, illər əvvəl Cabir İmanov haqqında etdiyi çıxışının yenidən gündəmə gəlməsindən narahatlığını bildirib və qeyd edib ki, əməkdar artist, istedadlı aktyor Cabir İmanov vaxtsız dünyasını dəyişdi. Ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun. Allah rəhmət eləsin. 2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var. Çox təəssüf ki, o çıxışı bugün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar. Olanlar acı bir tarixdir. Lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölümü günü belə hadisələri xatırlatmaq məncə məqsədə uyğun və etik deyil. Allah Cabir İmanova rəhmət eləsin. Və partiya sədri bildirib ki, mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam, kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm. Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm. Nəinki ölümündən sonra nəsə danışmaq. Qeyd edək ki, əməkdar artist 29 sentyabrda 49 yaşında infarktdan dünyasını dəyişib. Onun vəfat etməsinin ardından sosial şəbəkələrdə Cabir İmanovun 22 il əvvəlki aksiyalarda insanlara qarşı zorakılıq etməsi barədə şahid ifadələri və kadrlar yayılıb.